Hər vaxtınız xeyir, hörmətə layiq tamaşaçılarımız. Bu görüşümüzə həm də ölkə mediasının yaydığı araşdırmalardan istifadə etməklə hazırlaşmışıq. Yeri gəldikcə təqdim edəcəyik. İyun ayının 15-də Azərbaycan Qurtuluş Gününü qeyd edir. Dövlətin ən böyük bayramlarından birini. Bu günün tali yüklü mənası, onun niyə xüsusi bayram olmasının səbəbi daha yaxşı anlaşılsın deyə bir təklif verim. Bütün başqa bayramlarımızı ardıcıllıqla yadımıza salaq. Dünya Azərbaycanlıların həmrəyliyi günü, yeni təqvim ili, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı, Müstəqillik günü, Silahlı Qüvvələr günü, ərazi bütövlüyümüzün bərpa və dövlət suverenliyimizin təmin edildiyi günlər. Amma onların heç biri Milli Qurtuluş günü deyil. Milli qurtuluşumuz olmasaydı, Azərbaycanda o bayramların heç biri olmayacaqdı. Çünki Azərbaycanın özü olmayacaqdı. Olmayacaqdı bu ölkə, bu dövlət. Heydər Əliyev Bakıya xalqı xilas eləməyə özünü yetirməsəydi. Bayaq adını çəkdiyimiz bütün başqa bayramların heç biri olmayacaqdı. 15 iyun Qurtuluş günü olmasaydı. Dövlətini, müstəqilliyini itirmiş Azərbaycanlılar həmin bayramların bəzilərini hardasa keçirəcəkdi. Qaçqın kimi, köçkün kimi, mühacir kimi. Dünyanın müxtəlif ölkələrinə səpələnmişdi dərginlər, dərbədərlər tək. Ya da elə kiminsə əsarəti altına düşmüş, keçmiş müstəqil ölkənin insanları olaraq. Müstəqil Azərbaycan dövlətinin içində, azad, suveren ölkənin ərazisində, qalib xalq kimi, məğlub vətəndaş kimi yox. Necə ki, indi deyirik, keçmiş Çexoslovakiya, keçmiş Yugoslaviya. Bax, eləcə də bizim haqqımızda keçmiş Azərbaycan deyəcəkdilər. Post-Sovet kimi, post-Azərbaycan da deyəcəkdilər. 15 iyun Qurtuluş gününün başqa bayramlardan müstəsna fərqi odur ki, onun içində Azərbaycanda qeyd olunan o günlərin hər biri var. Bayramımız mübarək. Azərbaycan tarixinin elə vaxtını, elə yerini yaşayırıq ki, içində olduğumuz mövcudluğun, bizi əhatə eləyən şərtlərin, geosiyasi həndəbərin hamısını birlikdə, bir kül halında dərk eləmək olduqca çətindir. Ona görə də istəyirəm ki, bu yerdə Azərbaycanın xəritəsini gözümüzün qabağına gətirək. Bugün ölkəmizin hər bir milli metrinə qədər gedib çatan dövləti iradəmizi təsəvvür etməyə çalışaq. 1992-ci ilin may ayına buradan baxaq. Bakının küçələrinə, Prezident Sarayının, Parlament, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Televiziyasının yerləşdiyi binalara qədər gəlib çıxmış vətəndaş müharibəsinin atəş səslərini xatırlayaq. Daha sonra 1993-cü ilin iyun ayının bu günlərini yadımıza salaq. Parçalamağa başladıqları dövlətin hissələrini qara dəliyə itələməkdə olan səriştəsizləri, cinayətkarcasına məsuliyyətsizləri, həvəskar küçə boşboğazlarını xatırlayaq. Mənhus axıcı müsavat cütlüyünün əməllərinin məntiqi sonunu, qardaşın qardaşa açdığı ateşi, bir vətəndaşımızın atəş açaraq yerə sərdiyi başqa bir Azərbaycanlını, vətəndaşımızı, ağrıdan, qorxudan böyümüş gözləri, qan içində axan Azərbaycanlını. Operatorımız Şakir Eminbəylinin dəhşətli bağırtısını bir daha tarixin rəfindən gözümüzün qabağına, qulağımızın içinə gətirirəm. Yapışın bunlar! Şöyle lan! Yapışın!
Gelin! Gel! Gelin! 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 Kaldı! Kaldı Emre! Kaldı! Olur Pedro! Абар! Кто-нибудь Давай, держите его держи. здесь, я быстро. Я сейчас! Давай, кто Держите его! Давай, я! Выпалом сарачу! Газ! Газ! Gaz! Qurtuluş günü xalqın faciələrinin, dövlətin uğradığı fəlakətlərin, mürəkkəb beynəlxalq şəraitdə cahillərin başını itirməsi nəticəsində yaranmış çıxılmaz vəziyyətlərin qarşısını aldı. Və bugün Azərbaycan dünyanın yeganə dövlətidir ki, beynəlxalq hüquq, haqq və ədalət normalarına uyğun olaraq qələbə qazanıb. O qələbənin də bünövrəsi Qurtuluş günü qoyuldu. Azərbaycan o günün sayəsində özünə məxsus olanı geri qaytardı. İlahi ədaləti təmin elədi. Budur İlham Əliyevin Azərbaycanın lideri kimi dünyaya sözü. BMT-nin ali tribunasından müharibənin bitdiyini, sülhün başlandığını elan elədiyi tarixi an. Hər bir Azərbaycanlının dünyanın harasında yaşamasından asılı olmayaraq unutmamalı olduğu çıxış. Azərbaycan yeni bir dövrə qədəm qoyub. Biz həm müharibəni udduq, həm sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı. Suverenlik möhkəmləndi və sülh de facto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq. Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur. Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır. Gəlin birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli işlərlə təmin olunduğu bir dünya quraq. Azərbaycanın mesajı, çağırışı, xitabı, nidası budur. Sülhün təmin olunduğu bir dünya qurmaq. Bu çağırışın yönləndiyi ünvanlar həm də məğlublardır. O məğlublar Azərbaycan dövləti ilə 30 ilə yaxın apardıqları mübarizədə, müharibədə uduzublar. Ona görə bugün də qisas almaq, revanş götürmək istəyirlər. Sosial şəbəkələrin yoluxdurduğu kütləvi unutqanlıq pandemiyası çox şeyi yadımızdan çıxarmağa təhrik eləsə də, yaddaşımıza döyə-döyə unutmamağa öyrətməliyik, öyrəşməliyik. Məsələn, ATƏT-in artıq tarix qəbristanlığına gömülmüş Minsk qrupunu. O qrupun ki, bir üzvü də Fransa idi. Ermənistanla birlikdə rüsvayçı məğlubiyyətə uğramış Fransa. Bugün də dilini, dodaqlarını gəmirir. Heç cür barışa bilmir ki, onu Azərbaycan boyda bir gənc, müstəqil dövlət məğlub eləyib. Nüvə silahına malik olmayan, BMT Təhlükəsizlik Şurasının üzvü olmayan, dünyaya ağalıq iddiasında olmayan Azərbaycan. Əvvəl belə təhdid edirdilər. Laçına doğru yola çıxaraq öz tırları ilə ağır yük əməliyyatı aparmaq istəyirdilər. Amma Azərbaycanın iradəsi qarşısında tüpürdüyü maşınları geri götürməyə məcbur oldular. Bax belə. Sonra öz senatlarıdır, parlamentləridir, nələridir, şeytan bilsin. O platformalarda Azərbaycana qarşı sənədlər qəbul elədilər, xox gəldilər. Qarabağın qondarma artsaqlığını tanıdılar, amma boşuna. Daha sonra hansısa siyasətçisi Azərbaycanın prezidentini məhkəmə verməklə hədələdi, boşuna. Məcbur qalıb sonda prezident İlham Əliyevin əlini sıxmalı oldular. İndi də Makron diktaturası Skapenin kələklərinin yeni versiyasını səhnələşdirir. Tamaşa qruplar. Hansısa Azərbaycanlını, hansısa Azərbaycanlı döyüb ya da döyməyib, araşdırıb, hökm çıxarıblar Fransanın böyük şəhərlərindən birində. Əslində, Fransa kimi ölkələrdə nəinki belə, hətta ondan da dəhşətli kriminal hadisələr az qala hər gün baş verir. Döyülmək, yaralamaq yox. Küçənin ortasında insan öldürmək
Bu ölkə üçün adi haldır. Yadımızdan çıxmayıb və çıxmayacaq. Bir yeniyetməni Makron polisi güllələyərək qətlə yetirmişdi. O hadisə təkcə Parisi deyil, bütün Fransanı ayağa qaldırmışdı. Fransanın hər bir tərəfindən bura gəliblər və bir mənalı şəkildə burada baş verən hadisələri, terroru qətiyyətlə pislədiklərini ifadə edirlər. Amma nə oldu o ağır qətl hadisəsinin sonu? O yeniyetmənin anasının səsinin tonu Eyfel qülləsindən də yuxarını götürmüşdü. Üstündən elə keçdilər ki, başqa vaxt Makronu şillənin, yumruğun, bəlkə də təpinin altına salan arvadı Brigitte müəllim belə sustu. İndi isə elə bil Nürnberg prosesi qurublar. Baxmayaraq ki, cinayətkarın nə dini, nə milliyyəti olur. Amma məhz burada, Fransada millət də, din də bu məhkəmədə ön plana çıxarılır. Axı orada da faktlar olmalıydı. Olmadı. O zaman uydurmağa, qondarmağa çalışdılar. O da yapışmadı. Makron diktaturası Fransanın dövlətə yaxın olan mediası da daxil olmaqla bütün resurslarını Azərbaycana qarşı səfərbər elədi. Bu prosesin arxasında söz sahibi Makron özüdür. Dırnaqçı Fransız məhkəməsi Makronun sifarişini yerinə yetirməli idi və bunu da mühticəsinə etdi. Makron bu məhkəmədə BMT Təhlükəsizlik Şurasının üzvü olmasına baxmayaraq Azərbaycana qarşı ötən illərdə keçirə bilmədiyi düşmən sənədlərinin qisasını alırdı. Bu, Avropa İttifaqı parlamentində, Aşbada Azərbaycana qarşı təşkil edilmiş kampaniyalarda həmişə ön sıralarda olmasına baxmayaraq İlham Əliyevin iradəsinə təsir göstərə bilməyən Parisin hikkəsinin vitrinə çıxarılması idi. Baxmayaraq ki, əsarətində bugün də xalqlar saxlayan, zirzəmlərində minlərlə, 10 minlərlə naməlum insan müqəvvasının sümükləri hələ də sızıldayan Fransanın nəinki kimisə ittiham, kimisə mühakimə etmək, ümumiyyətlə ədalət adından, haqq adından danışmaq haqqı yoxdur. Fransa Azərbaycanın düşmənlərini, bu dövlətin müstəqilliyinə qarşı çıxanları dəstəkləyir. Necə ki, dəstəkləmişdi. Ona görə də Ruben Vardanyana, Əli Kərimliyə tribuna verir. İlk baxışda fərqli görünsələr də, Azərbaycana qarşı birləşmiş bu qüvvələr bir sadiq tandem kimi neçə müddətdir ki, Parisin Bakıya təzyiq, təhdid alətləridir. Azərbaycan torpaqlarının 20%-in işğal altında olduğu dövrdə Fransadan yalnız ədalətsizlik görmüşdü. Onun qazandığı qələbəni Paris bugün həzm eləyə bilmir. Ermənistandan, onun işğal elədiyi Qarabağdan qovduğu milyona yaxın qaçqın və köçkünümüzün əzabına, ağır güzəranına, ermənilərin pozduğu insan haqlarına susan Paris bugün hansısa marginalla müsahibə imitasiya edir. Güya ədalət axtarır. Axtarmağa üzü olmamalıdır Makron Fransasının. Lap elə Brigitte'in vaxtaşırı şillələdiyi üz olsa belə olmamalıdır. Əsl ittiham, əsl məhkəmə ilə olmur. Bəs necə olur? Gəlin baxaq. Söhbət nədən və kimdən gedir? Deməli, Fransa prezidentinin mühafizə xidmətində işləyən, Makronun mühafizəsinin rəhbəri olmuş Aleksandr Benalla, Rusiya oliqarxı Fərhad Əhmədovdan rüşvət alıb. Sxem sadədir. Fərhad Əhmədov Benallaya külli miqdarda rüşvət verir. Aleksandr Benalla isə bunun müqabilində Fərhad Əhmədovun yaxtasını sanksiya altından çıxarmağa söz verir. Sövdələşməni həyata keçirmək üçün görüşə Bakıya gəlir. Və onu burada Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin peşəkarları qarşılayır. Və deyir ki, buyurun, xoş gəlmişsiniz dırnaq arasında. Təfsilatına reportajda baxaq. Bakı Apellyasiya Məhkəməsi Azərbaycanda həbsdə olan Fransanın Saur şirkətinin vitse-prezidenti Anas Derazın şikayətini qismən təmin edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü dəyişdirib və onun cəzasını 12 ildən 9 ilə endirib. Publika Azın əldə etdiyi məlumata görə Deraz Azərbaycan əsilli Rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğv edilməsi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunur. Eyni ittiham Fransa prezidentinin mühafizə xidmətinin keçmiş rəhbəri Aleksandr Benallaya qarşı da irəli sürülüb. Deraz və Benalla Fərhad Əhmədovun Luna yaxtası üzərindəki həbsin götürülməsi və beynəlxalq sularda sərbəst üzməsi, eləcə də milyarderin aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğv ediləcəyini bildiriblər. Qarşılığında 6 milyon 140 min dollar rüşvətin verilməsi ilə bağlı razılıq əldə olunub.
İstintaq sənədlərinə görə Fərhad Əhmədovun 15 noyabr 2018-ci ildə 600 min dolları, gəminin üzərindən həbs götürüldükdən sonra isə 15 gün ərzində 5 milyon 540 min dolları tərəflərə verməsini razılaşdırıblar. Fərhad Əhmədov Anas Terrazın Al Hilal bankdakı hesabına 200 min dollar və Alexander Benallanın Bank of Africa United Kingdom PLC SC Pardakı hesabına 400 min dollar köçürüb. Deraz məhkəmə ifadəsində bildirib. 2018-ci ilin oktyabrında London məhkəməsi tərəfindən milyarder Fərhad Əhmədovun yaxtasına həbs qoyulduğunu dostların vasitəsilə mənə bildirdilər. Məndən kömək istədilər. Pul müqabilində kömək edə biləcəyimi dedim. Benalla özü də danışıq zamanı nüfuzundan istifadə edərək yaxtanı azad edəcəyini bildirdi. Mənimsə bu işdə vəzifəm vəkil tapmaq, yerli adamlarla tanış olmaq idi. Dedilər ki, gəminin bir ay sahildə qalması 1 milyon dollar edir. Oteldə görüşüb müqavilə imzaladıq. Bizim işimiz ondan ibarət idi ki, yaxtanın üzərinə qoyulan həbsi götürərək beynəlxalq sularda üzməsini təmin edək. Müqaviləyə əsasən bu işlərə Fərhad Əhmədov 6 milyon 140 min dollar ödəməli idi. Mənə dedilər ki, 1 milyon mənə veriləcək. Lakin mən razılaşmadım. Mənə 2 milyon 250 min dollar, 3 milyon 290 min dollarsa Benallaya verilməli idi. İlkin olaraq 200 min dollar mənə, 400 min dollar isə Benallaya çatdı. İş tam başa çatmadığı üçün qalan pul verilmədi. Müqaviləyə əsasən mən nüfuzlu şəxslərlə əlaqə yaradaraq yaxtanın azad olunması ilə bağlı danışıqlar aparmalı, həmçinin hüquqi işlərlə bağlı vəkillərlə danışmalıydım. Benalla ilə ancaq telefon vasitəsilə əlaqə saxlamışam. Benalla da öz nüfuzundan istifadə edərək yaxtanın azad ediləcəyini deyirdi. Lakin Benalla və Deraz rüşvət alsalar da nə Fərhad Əhmədovun yaxtasını, nə də özünü xilas edə bilməyiblər. Deraz cinayət əməlinə görə həbs olunub. Benalla isə beynəlxalq axtarışa verilib. Derazın törətdiyi cinayət əməllərinin pərdə arxası Fransa rəhbərliyinin, birbaşa prezident Emmanuel Macronun beynəlxalq səviyyədə qurduğu korrupsioner sxemə işıq salır. Korrupsiya sxemi və qeyri-qanuni əməllərin əsas icraçılarından biri uzun müddət Macronun şəxsi mühafizəçisi olan Alexander Benalladır. Macronun qaranlıqlar şahzadəsi kimi tanınan Benallanın adı müxtəlif qeyri-qanuni fəaliyyətlərdə hallansa da, hər dəfə Fransa prezidentinin müdaxiləsi ilə bu işlər ört-basdır edilib. 2018-ci ildə isə Parisdə keçirilən 1 may nümayişlərinə qarşı törədilən zorakılıq zamanı polis zabiti olmayan Benallanın uniformada və dəbilqədə etirazçıları döydüyünü əks etdirən görüntülər yayılıb. Macron onu qorumağa çalışsa da təzyiqlər qarşısında geri çəkildi və 15 günlük işdən uzaqlaşdırma cəzası verildi. Benalla Macron tərəfindən prezident administrasiyasında digər vəzifələrə təyin olunsa da, daha sonra uzaqlaşdırıldı. Lakin bu dırnaqarası uzaqlaşdırma görüntü xarakteri daşıyırdı, çünki qaranlıqlar şahzadəsi Macronun bütün qaranlıq işlərinin əsas icraçısı idi. Bura həm rüşvətin alınması, həm də qeyri-rəsmi şəkildə casus fəaliyyətlərinin aparılması, hətta sui-qəsdlərin təşkili də daxildir. Benallanın 2018-ci ildə etirazçını sürməsi ilə bağlı görüntülər siyasi qalmaqala çevrildikdən sonra maliyyə prokurorları və korrupsiyaya qarşı mübarizə qurumları onun fəaliyyətini araşdırmağa başladı. Araşdırmalar zamanı Benallanın korrupsiya sxemi qurmasına və qeyri-qanuni fəaliyyətlərdə şəxsi əlaqələrindən geniş istifadə etməsinə dair məlumatlar ortaya çıxıb. Onun adı hətta çirkli pulların yuyulmasına da hallanır. Məlumatlara görə o, Rusiyalı milyarder İskəndər Mahmudovdan 300 min avro məbləğində rüşvət alıb. Fərhad Əhmədovla bağlı rüşvət qalmaqalı da belə işlərdən biridir. Benalla Rusiya və digər sanksiyalara məruz qalan ölkələrdəki iş adamlarını rüşvət qarşılığında qorumaq işinə rəhbərlik edib. Bu prosesin başında isə Macronun dayandığı deyilir. Çünki Benallanın beynəlxalq rüşvət sxemi yaratması və cəzasız qalması, yaxud simvolik cəzalarla yaxasını qurtarması təsadüfi ola bilməz. Məlumatlara əsasən Benalla iri miqyaslı cinayət əməllərini məhz Macronun mühafizəsi və dəstəyi ilə həyata keçirə bilib. Beynəlxalq rüşvət sxemindən əldə olunan külli miqdarda vəsaitlərin əsas hissəsinin Macronun özü və ya siyasi komandası ilə bölüşdürülməsi istisna edilmir. Benallanın bir
sıra ölkələr, xüsusilə Afrika ölkələri üçün Yelisey sarayındakı əlaqələri üçün lobiçilik etməsi ilə bağlı aparılan rəsmi araşdırmalar da bu ehtimalı gücləndirir. Benallanın işdən çıxarıldıqdan sonra da xarici səfərlərdə, xüsusilə Afrika ölkələrinə gedərkən diplomatik pasportlardan qanunsuz olaraq istifadə etməsi isə onun Fransada yüksək səviyyəli rəsmilər tərəfindən himayə edildiyini deməyə əsas verən amillərdəndir. Qaranlıqlar Şahzadəsinin vəzifəsindən uzaqlaşdırıldıqdan sonra müxtəlif ölkələrdə hüquq sektoru və digər işlər həyata keçirdiyi deyilsə də, gerçəkdə onun sui-qəsd qrupuna rəhbərlik etdiyi həm kəşfiyyat məlumatlarının toplanması, həm də Fransa rəhbərliyinin digər sifarişlərini icra etməsi haqqında məlumatlar var. Rusiyada fəaliyyət göstərən ədalətsizliyə qarşı mübarizə fondunun hazırladığı hesabatda bununla bağlı sensasiyon hesab ediləcək detallar yer alır. Kəşfiyyat məlumatlarına istinadən hazırlanan hesabatda qeyd olunur ki, Benallanın rəhbərlik etdiyi sui-qəsd qrupu Ağzambaq adlandırılır və qrup müxtəlif ölkələrdə, əsasən də Afrikada birbaşa Makronun əmrlərini icra edir. Məlumatlara görə Fransa Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Bernard Emi qrupun strateji planlarının hazırlanmasında, Makronun keçmiş müşaviri Patrick Sturzo maliyyəsinin təminatında, Paris polisinin rəhbəri Laurent Nunez isə casus və əməkdaşlarının əməliyyata hazırlanmasında iştirak edir. İddialara görə Fransada etirazçı Sarı Jiletlilər hərəkatına liderlik edən deputat Oliver Dassault və fəal Isabella Ferreira'nın ölümünün arxasında da Makronun sui-qəsd qrupu olub. Bu faktlar Emmanuel Makronun demokratiya prinsiplərinə sadiqliyinin və Fransanın respublika dəyərlərinin görüntüdən başqa bir şey olmadığını bir daha təsdiq edir. Reallıq isə ortadadır. Makronun dəstəyi ilə beynəlxalq sanksiyalar rüşvət qarşılığında satılır. Benallanın icra etdiyi bu cinayət əməllərindən əldə olunan gəlirlər də Fransa siyasi elitasına çatır. Bütün bunların fonunda Makron Fransası Azərbaycana demokratiya və şəffaflıq məsələlərində ittihamlar irəli sürür. Gülünc mənzərədir. Araşdırma belə olur. Burada biz heç kimin boyuna Səfirlər romanını sən yazmısan iddiası qoymuruq. Hər şey açıq, şəffaf şəkildə etiraf edilir. Məhkəmə də könüllü etirafı qiymətləndirir. Bilirik qarşımızdakı kimdir. Azərbaycan Natəvanın heykəli ilə mübarizə aparan bir ölkənin liderindən mərdlik gözləmir əslində. Niyə də gözləyək axı? Öz evində saxladığı qadın heç yeri ilə Xurşid Banu Natəvan oxşamır axı. Ona görə də gözəl Azərbaycan qadınının heykəlinə də nifrət edir. Onu qan rənginə boyuyur. Burada bunun altında bəli, görünür ki, görürsünüz, Azərbaycan sözünü məhz qırmızı kraska ilə bağlamağa cəhd ediblər. Və bu kraska ilə hətta Xurşid Banu Natəvanın üzünü də kraskalayıblar. Fransanın Edip kompleksindən əziyyət çəkən prezidenti stəkanda fırtına yaratmağa sərf elədiyi enerjini, vaxtı öz keçmiş qoruqçusunu tapmaqda Interpola köməyə sərf eləsəydi, daha faydalı olardı. Xatırlayaq yenə, bir üzünə Brigitin şilləsi dəyən. Sevgi və nəvaziş dilənən o biri üzünü Paşinyana sarı çevirən Makron. Bəli, o Makron Trump'ın əlinin altında bir ayrı cür nazlanır, qəmzələnir. Trump da az aşın duzu deyil ha. O da çox yaxşı bilir ki, əlinin altındakı kimdir. Bir gün küçədə narazı vətəndaşdan yumurta yiyəsən, bir gün arvadının böhran keçirən yumurtasının qəzəbinə gəlib yaşayasan, çətindir. Məmməd Araz belə şeylərə görə yazırdı. Ömür boyu arvadına çor deməyənlər neçə xalqın taleyinə quyu qazdırır. Və Fransa xalqı bugün öz liderinin eybəcərliyi ilə əhatə olunmaqdan doğan komplekslərinə şahidlik eləyir. Görünür, atı at yanında bağlamağın fransız və erməni dillərinə də tərcüməsi var. Bir üzündə Makron şumallığı, o bir üzündə Brigit Krişolar deyə şübhə yaratmamaqdan ötürü idi bəlkə Nikol Paşinyanın qəfil saqqal təraşı. Deyəsən, onun daha bir sifətini görməkdəyik. Paşinyan
aldadıcı manevrlər alatır. Məsələn, artıq bütün dünya bilir ki, Bakı və İrəvan arasında sülh müqaviləsi imzalamağın əsas şərti Ermənistan konstitusiyasını dəyişməsidir. Əgər Azərbaycana qarşı ərazi iddialarının irəli sürüldüyü bəyannaməyə istinad o konstitusiyadan çıxarılmazsa, heç bir razılaşma olmayacaq. Dəbdə olan narrativlə desək, Azərbaycanın qırmızı xətti Ermənistanın konstitusiyasıdır. Qəribə səslənə bilər, əlbəttə, amma həqiqət budur. Əgər Azərbaycanın ərazi bütövlüyünə olan təhdidə Ermənistan konstitusiyası əsasında son qoyulmasa, yekun sənəd imzalanmayacaq. İstəyir Avropa özünü yerdən göyə, göydən yerə vursun. Avropa parlamenti 500 yoxla, 555 bəyanat versin. Əhəmiyyətsiz kağız parçalarını bir-birinə calasın. Aşbalı aşbasız, bütün pişikləri ağaca dırmaşsın, boş şeydir. Ermənistan konstitusiyası dəyişdirilməlidir. Tarixin içinə yerləşdirilmiş saatlı mina oradan götürülüb kənara atılmalıdır. Və ya Ermənistan konstitusiyası zərərsizləşdirilməlidir. Zəhərsizləşdirilməlidir. Vəssalam. Azərbaycanın qəti sözü budur. Və bu yalnız Azərbaycanın tələbi deyil. Məntiqin, tarixin ortaya çıxardığı həqiqət budur. Əlbəttə, biz burada Nikol Paşinyana onun bu il aprel ayının 21-də verdiyi bəyanatı da xatırlada bilərik. Ölkəyə yeni konstitusiya lazımdır. Yeni konstitusiyada Ermənistanın müstəqillik bəyannaməsinə istinad olmamalıdır. Konstitusiya dəyişikliyi Azərbaycanın tələbinə görə deyil, Ermənistanın özünə lazım olduğu üçün baş verəcək. Yeni konstitusiyanın qəbul olunması bizə nə üçün vacibdir? Çünki ölkəmizdə dövlətlə vətəndaş arasında davam edən müəyyən gərginlik var. Bu gərginliyin səbəblərindən biri odur ki, Ermənistan Respublikası vətəndaşları arasında Ermənistanda qurulmuş hüquqi sistemin məhz onların özləri tərəfindən yaradıldığı barədə anlayış yoxdur. Nəinki belə bir anlayış yoxdur, eyni zamanda belə bir reallıq da yoxdur. Çünki Ermənistanda keçirilmiş bütün konstitusiya referendumlarının nəticələri hər zaman şübhə altına alınıb. Bəli, xatırlada bilərik bu bəyanatı Ermənistan baş nazirinə. Amma bunu eləməyə ehtiyac yoxdur. Nikol öz daxili auditoriyası nə deyib, hansı məqsədlə deyib bizi maraqlandırmır. Amma İrəvan Azərbaycanla sülh müqaviləsinin imzalanmasını doğrudan istəyirsə, Paşinyan bax burada nə şkafda müqavva saxlamalı, nə də kandarda iç cəsədi bastırmalıdır. Hər şey aydındır, açıqdır, ortadadır. Rus demişkən, Temboli bunu Paşinyan bacarar. Necə? Bu daha onun öz işidir. Yəni, seçkiləri saxtalaşdıra bilir, repressiya eləyə bilir. Bütün bir partiyanın 500-ə yaxın üzvünü dünyanın, Avropanın sevgili Macron diktaturasının gözünün qabağında qoduqluğa sala bilir. Konstitusiyanın necə dəyişəcəyini bilmir. Bu nə oyunbazlıqdır? Parlamentdə bu qədər səs olmalıdır ki, referendumda filan sənəd keçsin. Yox bir. Uşaq başladılar nədir? Yoxsa elə bilirlər ki, Azərbaycanda bütün bunları görmürlər? Yox, yaxşı görürük. Hər şeyi görürük. Və görürük ki, Ermənistanda revanşizm meyilləri vüsət alır. Bu mənşələrin işığında Paşinyan öz balasına fərqi nədir? Adı sülhdür yoxsa əsli. Hər bir halda od vurmağa hazır olan revanşist qara keşişləri görmür. Yaxşı görür. Əlbəttə yaxşı görür. Bəli, onun ötürü sözdür də, verdin getdi ola bilər. Amma bizim üçün elə deyil axı. Bizim sözümüz imzamızdır. Sözümüz, imzamız qədər dəyərlidir və qanunidir. Elə bu siyasi əxlaqa, mənəvi keyfiyyətlərə görə tərəfdaşları Azərbaycana qeyd şərtsiz inanır. İlk öncə qeyd etmək istərdim ki, bugün biz artıq neçə vaxtdır ki, danışıqlar prosesində olan sülh sazişini parafladıq. Onun burada, dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində və Birləşmiş Ştatların hörmətli prezidenti qarşısında paraflanması faktı göstərir ki, tərəflərdən heç biri geri çəkilməyəcək. Bununla bağlı heç bir şübhə yoxdur. Əgər bizlərdən kimsə, baş nazir Paşinyan və ya mənim özüm geriyə çəkilmək istəsəydik, biz bura gəlməzdik. Beləliklə siz, eləcə də Azərbaycan ictimaiyyəti təm əmin ola bilər ki, bugün baş verən hadisə Qafqaza sülh, uzun müddətli sülh, əbədi sülh gətirəcək. Çox əla bəyanatdır. Üzr istəyirəm. Üzr istəyirəm, tam razıyam, heç bir əlavəm də yoxdur. Baş nazir Paşinyanın prezident İlham Əliyevə əlavəsinin olmaması, heç bir sözünün olmaması həm də o deməkdir ki, mənim ölkəmdə revanşistlərə, sülh müqaviləsinin düşmənlərinə yer olmayacaq. Bəs reallıq necədir? Reallıq belədir ki,
seçkiler əslində Ermənistanda əhalinin 50%-dən artığının revanşist olduğunu, cəmiyyətin yarıdan çoxunun qisasçı dəst xəttin tərəfdarı olduğunu göstərdi. Deməli, erməni cəmiyyətinin ciddi reabilitasiyasına, kinlə, nifrətdən müayinəsinə, müalicəsinə, profilaktikasına ehtiyacı var. Paşinyan ciddi düşünməlidir. İndi biz hardan bilək ki, ermənilər lap elə bizim mahnımızın havası ilə üzümüzə sırtıqcasına ərazi iddiaları irəli sürmürlər. Bəli, biz deyə bilərik, Qarabağ, Can Qarabağ, ana yurdum. Bəs ermənilər nə oxuyurlar öz dillərində? Onlar da Qarabağ, Can Qarabağ, ana yurdum deyirlər. Yox aşnalar, belə olmur, belə olmayacaq. Üstəlik də ona görə ki, Ermənistan bu yaxınlarda təkcə Ermənistanın yox, elə Azərbaycanın da müstəqilliyi bayramında 28 mayda keçirdiyi paradı ilə həm də öz xislətini, içini nümayiş etdirdi. Əvvəl deyirdi ki, güya aldıqları silahlar, hərbi texnikalar yalnız müdafiə üçündür. Amma biz paradı gördük ki, yox, heç də elə deyil. Gördük ki, Amerika Birləşmiş Ştatlarından da, Fransadan da, Rusiyadan da, Hindistandan da, canım sizə desin, bizə qardaş deyən İran İslam Respublikasından da aldıqları hücum silahlarıdır, hücum hərbi texnikalarıdır. Ən sadəlöv tamaşaçıya da aydındır ki, paradın məqsədi regionda yeni silahlanma yarışına rəvac verməkdir. İndi isə iki paradı bir yerdə gözdən keçirək. Birində hərbi Ermənistandır, o birində mülki. İşin maraqlı tərəfi həm də orasıdır ki, Azərbaycanı ən müxtəlif üsul və vasitələrlə təhdid və təzyiqə məruz qoyanlar öz yalanları, iftiraları ilə ortada olsalar da Bakını günahlandırır. Azərbaycanın sülh təşəbbüslərini kölgə altına atırlar. Bir daha qaydaq az əvvələ. Faktlarla göstərdi ki, qisasçı qüvvələr Azərbaycanın qələbəsinin yaratdığı yeni reallıqla barışmaq niyyətində deyirlər. Hiss etdirirlər ki, qisasa, revanşa hazırlaşırlar. Amma onların aşkar niyyətini görməzliyə vuranlar var və onlar Avropadadır. Çünki quraşdırdıqları binokların arxası ermənilərə düşür. Bəli, Ermənistanın nə etməyə hazırlaşdığını, məsələn, Amerika Birləşmiş Ştatlarının dövlət katibi Rubio'nun Bakının başı üstündən İrəvana səfər etməsini görmürlər. Nə danışıblar, necə danışıblar, kim, kimə və nə verəcək, bunları biz bilmirik. Çünki demirlər. Amma Azərbaycanı etmədiyi bir işdə günahlandırmağa həyasızlıqları çatır. Ötən həftə biz nə vaxtsa dünyanın ən etibarlı kütləvi informasiya vasitələrindən biri olmuş CNN-in Azərbaycan atdığı böhtan ətrafında danışmışdıq. Media agentliyimizin, Milli Məclisimizin, Xarici İşlər Nazirliyimizin bir-birindən kəskin bəyanatlarını elə buradan çatdırmışdıq. Bugün yenidən həmin mövzuya qayıdır. Ölkə mediasındakı həmkarlarımızın araşdırması nəticəsində hazırladığımız reportajı təqdim edirik. Beləliklə, sual budur. Azərbaycan İsrailə, İran İslam Respublikasına hücum etməkdə yardım göstəribmi? Materiala baxın və görün, yalanı necə quraşdırır, necə manipulyasiya edirlər. İyunun 5-də CNN-in İsrail-İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq Azərbaycana qoşun göndərdi başlıqlı məqaləsində Azərbaycanla bağlı yazılanların həqiqəti əks etdirmədiyini və bunun informasiya təxribatı olduğuna dair Xarici İşlər Nazirliyi, Milli Məclisin xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası və Medianın İnkişaf Agentliyi ayrı-ayrılıqda açıqlamalar veriblər. Həmin məqalədə qeyd edilən iddialar araşdırılmadan Middle East Eye, Haaretz, The Jerusalem Post kimi nüfuzlu nəşrlərdə də ölkəmiz barədə təkrarlanan dezinformasiyanın yayılmasına səbəb olub. Məqalələrdə yer alan birinci iddiaya görə, güya İsrail qüvvələri Azərbaycanın cənubunda, İran sərhədinə bitişik məkanlardan fəaliyyət göstəriblər və ən yaxın nöqtə Təbriz şəhərindən 96,5 kilometr məsafədə olub.
Xəritəyə nəzər saldıqda aydın olur ki, məqalə müəlliflərinin təqdim etdiyi 96,5 km məsafəyə ən yaxın yerlər Zəngilan və Ordubad rayonlarının ərazisinə düşür. Amma bu rayonların adı İran-ABŞ-İsrail müharibəsi fonunda heç bir xarici mənbələrdə çəkilmir. Digər tərəfdənsə, əgər İranla sərhədə bitişik ərazilərdə hansısa üçüncü dövlətin qüvvələri və fəaliyyətləri olsaydı, bunu ən azından İranlı sərhədçilərdə müşahidə edə bilərdilər. Lakin bu cür halların olması ilə bağlı İran tərəfindən, Azərbaycan tərəfindən nə müharibə zamanı, nə də ondan əvvəl, nə də sonra heç bir səviyyədə rəsmi və ya qeyri-rəsmi fikir söylənilməyib. İkinci iddia. Azərbaycandan başlanılan əsas əməliyyatlardan biri nəticəsində Sepahın kəşfiyyat bölməsinin rəhbəri Rəhman Moğadamın martın 4-də öldürülməsindən bir gün sonra İranın Naxçıvan ərazisinə dronlarla hücum edib. Ondan başlayaq ki, açıq mənbələrdə o cümlədən nüfuzlu İran International Media orqanının 27 aprel tarixli məqaləsində həmin şəxsin martın 4-də deyil, martın 3-ü günorta saatlarında Tehran şəhərində yerləşən Kövsər yaşayış kompleksinə hücum zamanı öldürülməsi qeyd edilir. CNN-də onun dronla, raketlə və ya başqa üsulla öldürülməsi barədə heç bir məlumata rast gəlinmir. Tehranın mərkəzindəki bir yaşayış binasına dəyən konkret zərbənin texniki olaraq necə icra olunduğu da açıqlanmır və bunu binanın zədələnmiş hissəsindən də ayırd etmək olmur. CNN-in dırnaqarası eksklüziv başlığı ilə təqdim etdiyi adları açıqlanmayan 4 mənbəyə əsaslanan analitik yazısında tarixin başqa mənbədəki versiya ilə üst-üstə düşməməsi və hadisənin hansı şəkildə baş verdiyini ümumi sözlərlə təqdim etməsi məsələnin uydurulmuş hekayəyə daha çox oxşadığını deməyə əsas verir. CNN-in mətnində Azərbaycandakı qrupun fəaliyyətləri arasında dron operasiyaları və kəşfiyyat ifadəsi işlədilir. Bir anlıq məqalə müəlliflərinin dediklərinə inanıb fərz edək ki, həmin bina Azərbaycan ərazisindən qalxan dronla vurulub. Bəllidir ki, İrana ən yaxın ərazi Astara rayonu hesab edilir. Xəritədə düz xəyali xətt çəkdiyimiz zaman məsafənin 390 km olduğu görünür. Lakin iki məkan, Astara və Tehran arasındakı relyefin analizi zamanı müəyyən olunur ki, burada dağ silsilələrinin hündürlüyü 2000-4500 metr arasında dəyişir və bu cür dəyişkən amplitudalı relyefdə və məsafədə dron idarə etmək asan olmadığı qədər hədəfin məhz həmin vaxt evdə olduğunu bilmək, oranı bu qədər dəqiqliklə vurmaq və digər zəruri tədbirlər görmək faktiki mümkün deyil. CNN müəllifləri Moğaddamın öldürülməsinə cavab olaraq İranın bir gün sonra Naxçıvan Beynəlxalq Hava Limanının terminalını və digər mülki obyektlərinə pilotsuz uçuş aparatları hücumları etdiyini iddia ediblər. Bəli, hücumlar baş vermişdi, lakin bir yox, 2 gün sonra, yəni martın 5-də və məntiqlə İran tərəfi CNN-in iddia etdiyi Təbrizdən 96,5 kilometrlik əraziləri vurmalı idi. Naxçıvan hava limanı və yaxınlığındakı hücuma məruz qalmış obyektlər isə təxminən 145-150 kilometrlik məsafədə yerləşirlər. Eynilə Naxçıvan hava limanından da Tehrana məsafənin düz xətt üzrə 655 kilometr, Ordubaddan 600 kilometr və Zəngilandan 560 kilometr olduğunu nəzərə alsaq, Moğaddama edilən hücumun həmin istiqamətlərdən edilməsi qeyri-mümkün görünür. Bütün bu faktlar onu deməyə əsas verir ki, İsrail qoşunlarının Təbrizdən 60 mil məsafədə olan məkanlarda cəmləşdiyi, Rəhman Moğaddamın Azərbaycandan başladılan əməliyyat nəticəsində həlak olması və məqalədəki digər iddialar heç bir məntiqə sığmayan, qonşu ölkələr arasında və regionda məqsədli şəkildə gərginlik yaratmağa hesablanan cəfəng fikirlərdir. CNN-in Azərbaycanın rəsmi qurumlarının faktlar təqdim etməsi qarşılığında susqun qalması isə hazırlanan məlumatların dezinformasiya olduğunu bir daha təsdiq edir. Yəni CNN bilmirdi hazırladığı şərh yalandan, qarayaxmadan ibarətdir. Bilirdi əlbəttə. Amma uydurmalara, faktların təhrifinə əsaslanan, İran-Azərbaycan əlaqələrinin korlamasında maraqlı olan qüvvələrin əlinə oynamaq əsas məqsəd bu idi. Bu qərəz kin CNN-in nüfuzundan, etibarından, reputasiyasından qat-qat vacib idi onlara. Müxtəlif vaxtlarda İran-Azərbaycan arasında yaranmış, yaşanmış gərgin hadisələrin təəssüratlarını yenidən
qaynatmaq, qıcıqlandırmaq, necə deyərlər, ocaq qalamağa, kül eşəliyib altından qor tapmağa çalışmaq. Bu niyyəti güdürdü senin. Birdən-birə ABŞ, İsrail, İran, Azərbaycan, hələ başqa dövlətlər. Görün bir güllə ilə neçə hədəfi nişan almışdı senin. Və bunu eləyən təkcə senindirmi? Yox. Başqaları da var. Məsələn, Polşa. Biz hələ 2003-cü ilin oktyabrında Bakıda radikal qrupların dövlətə qarşı həyata keçirdiyi ixtişaşlar zamanı Norveç səfirliyi ilə yanaşı Polşanın Azərbaycandakı səfirliyinin əməkdaşlarının radikal müxalifəti necə dəstəklədiyini yaxşı xatırlayırıq. Söhbət bu ixtişaşlardan gedir. Bax, bu ixtişaşlar zamanı Polşanın Azərbaycandakı səfirliyinin bir sıra əməkdaşları, nəzərə alsaq ki, səfirliyə yerləşdiyi məkan öz ölkəsinin bir parçası olaraq verilir. Varşavalı qonaqlarımız özlərin evindəkindən də artıq evlərində aparmışdılar. İndi də Polşanın son davranışı mənim yadımı o vaxtları salır. Əlbəttə, bu kadrlara iki məsəkəçinin dodaq qarşısı tək baxıb keçmək olardı. Wow, great. Amma dərinə nüfuz eləsək, bu kadrlar gülməli deyil. Nə qədər gülünç görünsələr də. Polşanın biz Azərbaycana çap baxmasını Ermənistan-Azərbaycan sərhədinə binokullarla, dörd gözlə boylananda da görmüşdük. İndi sözünü Fransanın nüsxəsi tək aparmağa başlayıb. Donald Tusk'un və onun liberal komandasının hakimiyyətə gəlişi dönüş nöqtəsinə çevrildi. Qısa müddət ərzində Polşa Cənubi Qafqazda anti-Azərbaycan təbliğatının ən fəal mərkəzlərindən birinə çevrildi. İllərlə Bakı ilə Varşava arasında qurulan praqmatik tərəfdaşlıq Azərbaycanı nüfuzdan salmağa, onun enerji sahəsindəki çəkisini zəiflətməyə və Türkiyə-Azərbaycan ittifaqına qarşı balans yaratmağa yönəlmiş sistemli kampaniya ilə əvəz olundu. Yaroslav Kaçinskinin hökuməti dövründə Azərbaycan və Polşa münasibətləri strateji səviyyədə inkişaf edirdi. Tusk'un liberalları bu təməli qısa zamanda dağıtdılar və bugün Polşa Avropa İttifaqı daxilində anti-Azərbaycan xəttinin əsas daşıyıcılarından birinə çevrilib. Bunun bariz nümunələrindən biri Polşanın dövlət televiziyasında Skartela News və Hayastan News adlı xüsusi büroların yaradılması oldu. Formal olaraq onlar Rusiya dezinformasiyasına qarşı mübarizə vasitəsi kimi təqdim edilsə də, əslində söhbət Varşavanın Cənubi Qafqazda təsirini artırmaq, Ermənistanı öz dayaq nöqtəsi kimi irəli çəkmək və Azərbaycanın rolunu zəiflətmək məqsədi daşıyan uzun müddətli strategiyadan gedir. Bu xəttə Polşanın keçmiş prezidenti Andrzej Dudanın addımı da uyğun gəldi. O, 2024-cü ildə Ermənistan-Azərbaycan sərhədinə gələrək təxribat xarakterli binokul şousu nümayiş etdirdi və nümayişçilərə şəkildə Azərbaycan mövqeləri istiqamətində müşahidələr apardı. Bu jest Bakının kəskin etirazına səbəb oldu və ikitərəfli münasibətlərə zərbə vurdu. Polşanın liberal mediası İlk növbədə Gazeta Wyborcza mütəmadi olaraq Azərbaycan repressiyalarda və insan hüquqlarının pozulmasını ittiham edən materiallar dərc etdi. Lakin bu nümayişçilərinə dırnaqarası qayğının arxasında Polşanın öz daxili problemlərindən diqqəti yayındırmaq cəhdi görünür. Antisemit əhval-ruhiyyənin artması, ksenofobiya, Ukraynalı qaçqınlara qarşı ayrı seçkiliyi və əmək istismarı bu problemlər sırasındadır. Donald Tusk və Nikol Paşinyan arasındakı münasibətlər isə xüsusilə diqqət çəkir. Tez-tez keçirilən görüşlər, ictimai dostluq jestləri, hərbi texniki əməkdaşlıq haqqında razılaşmalar və Ermənistanın Avropa inteqrasiyasına dəstəyi bunu açıq şəkildə göstərir. 2026-cı ilin may ayında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi barədə imzalanmış saziş də bu kursu bir daha təsdiqlədi. Faktiki olaraq Varşava Ermənistan-Azərbaycan kontekstində bir tərəfli mövqe tutaraq Ermənistanı Qafqazda öz təsirini genişləndirmək üçün dayaq meydanı kimi qiymətləndirir. Nəticə aydındır. Bugün Polşa dırnaqarası liberal Avropanın Azərbaycana qarşı ruporuna çevrilib. Polşa mediasında Azərbaycana hücumlardan danışdıq. Amma bu hələ hamısı deyil. Varşava Ukraynaya qarşı ərazi iddiaları ilə çıxış edir. Namərkəzdə. Ukrayna xalqı ağır müharibə altında, necə deyərlər, can hayında, Polşa isə piy axtarır. Niyə piy? Ona görə ki, Polşa da Rusiyadan geri qalmır. Deyəsən, Polşanın iştahından, Ukrayna xarabalıqlarından Qərbi Ukrayna qamarlamaq keçir. Amma piy iştahı Donald Tusk Polşasına
Yeni Bağdan Xmelnytski bahasına da başa gələ bilər. Kim bilir, bəlkə elə Yeni Bağdanın ruhu bu dəqiqələrdə bir başqa Ukraynalının bədənin içində üzüb Polşaya dayanıb. Ona görə də Polşanın Azərbaycandan başqa dərdləri də olmalıdır. Biz onlarsız da dolana bilərik. Bu ölkənin əsl vətəndaşı, gerçək Azərbaycanlısı Şuşada, Kəlbəcərdə, Füzulidə, ümumiyyətlə işğaldan azad olunmuş bütün ərazilərimizdə, bütöv respublikamızda son zəng çalındı kimi xəbərləri ilə də xoşbaxt ola bilir. Bu zəng həm də qayıdış üçündür. Torpağın yenidən vətənə dönüşü üçündür. Prezidentin kənd sərfatına geniş mənada böyük kəndə həsr etdiyi sonuncu toplantıdan sonra Azərbaycan torpağının taleyində yeni bir dövr başlayıb. İndi təkcə işğaldan azad edilmiş torpaqlara qayıdışdan getmiş söhbət. Böyük Azərbaycan kəndi, aqrar Azərbaycan, kənd Azərbaycan baş xəbərdir. Ayrı-ayrı rəhbər şəxslərin Prezident İlham Əliyevin tapşırığı ilə ölkənin kənd sərfatı üzrə ixtisaslaşmış sahələrinə, xüsusi müşavirələrə yollanması obrazı desək, bir Azərbaycan diş gəlişi prosesinin yerində izlənilməsi ondan xəbər verir ki, Cənab Əliyevin Qarabağın yenidən qurulma modeli kimi gördüyü üfüq hamımızın, hər bir vətəndaşın vizyonu üçün aydın olacaq. İşğaldan azad edilmiş torpaqlar haqqında danışanda Prezident İlham Əliyev belə demişdi. İndi necə deyək, torpaq deyəndə sözün düzü daha çox torpağın o keyfiyyətinə mən baxıram. Harada daha münbit torpaq var, harada yaxşı əkin aparmaq olar. Qarabağa gedəndə baxıram, görürəm burada qara torpaq deyirəm, nə gözəl məhsuldar torpaqdır. Artıq o torpaq anlayışı, yəni o zədəli, o yaralı torpaq anlayışı yoxdur. Bu da yaxşı haldır. Çünki artıq sülh dövrüdür, quruculuq dövrüdür. Biz bu dövrü yaşayırıq. Və biz torpağı hiss etməliyik. Xüsusilə də indi, bugün, bəşəriyyətin idrak keçidi dövründə. Dünya insanının məzmunu dəyişdirilir. Planet sakinlərinin mütləq əksəriyyəti rəqəmsallaşma hərəkatının içindədir. Bu nə deməkdir? Özünə məxsus məziyyətlərin, milli ekskluzivliklər və xalqların kimliklərinin utilləşdirilməsi, inkubasiyası, öz tarixi ənənəsi və adəti, milli dili, qan yaddaşı olan vahidlərin tarixsiz, ənənəsiz, adətsiz, dilsiz, qan yaddaşsız, rəqəmsal məxluqlara çevrilməsi. Torpağı hiss etməzlərin, ayağı yerdən üzülmüşlərin dövrü gəlib. Onlar əllərindəki cihazın paroluna dövlət sərhədindən daha həssas yanaşırlar. Azərbaycan vətəndaşının da beyni, şuuru hədəfdədir. Bir vaxtlar Sovet adamı yeni insan yaratmaq deyən bolşevik təbliğatına bənzər, amma daha miqyaslı, daha təhlükəli bir beynəlxalq hərəkat gedir dünyada. Azərbaycan öz ərazi bütövlüyünü, dövlət suverenliyini, qələbəsinin nailiyyətlərini təkcə dövlət sərhədlərində deyil, öz binasında, evində, mənzilində, şəxs olaraq daxilində, şuurunda qorumalıdır. İlham Əliyevin 2021-ci ilin mart ayında Cıdır düzündə bir nömrəli tonqal önündəki o tarixi müraciəti 100 il, 1000 il sonraki gəncimizin də məsuliyyətinə aiddir. Elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı, canı bahasına torpağımızı düşməninin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak edir, qəhrəmanlıq göstərir. Amma hər kəs bilməlidir, əsas missiyanı mənim dövrümdə yetişən gənclər yerinə yetiriblər. 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə onlara biz borcluyuq. Bütün Azərbaycan xalqına borcluyuq. Hə, o müraciət heç vaxt qüvvədən düşməyəcək. Azərbaycan gənci var olduqca o çağırış, o nəsihət, öyüd, tapşırıq da var olacaq. Sosial şəbəkələrdə uşaqların davranışını tənzimləyən, informasiya təhlükəsizliyini təmin etməli olan yeni qanun ətrafında bu günlərdə başlamış ictimai dinləmələr həm də ayağının altındakı torpağı hiss eləmək kimi duyğu aşılamağa yönəlib. Muğama, xalçıya, papağa, kəlağayıya, milli adət və ənənələrimizə, milləti millət eləyən bütün ekskluziv keyfiyyətlərə sədaqət. Yeni qanun
Azərbaycan vətəndaşının rəqəmsal erada öz milli mövcudluğunu qoruma kodeksi olacaq. Məncə parlamentdə köçkünlərin statusu ilə eyni zamanda bu sənədin müzakirəsi təsadüfi deyil. Biz torpaqdan ayrılmamalıyıq. Ayağımız torpaqdan üzülməməlidir. 15 iyun Şuşa qanununun da qəbul edildiyi gündür. Qurtuluş gününün beynəlxalq bünövrəyə köçürüldüyü tarixdir. Azərbaycan və Türkiyə arasında imzalamış müttəfiqlik sənədi həm də bir millətin iki dövlət arasında bağladığı əqddir. Vahid əqd, əqidədir. Zaman keçir, amma məkan heç vaxt keçmir. Əldən ələ keçməyibsə. Məkan keçib getməməli. Sözün hər iki mənasında yer, torpaq ayağımızın altından qaçmamalıdır. Bəzən xüsusilə rəqəmsal platformalarda görürük ki, sanki bütün işlər bitib ölkədə, zəmilər sovulub, taxıl biçilib, buğda yığılıb, indi də kimlərsə ölkənin müharibədən sonrasına başaq ardınca giriblər. Yox, tezdir bunu eləmək. Bunu etmək ümumiyyətlə heç vaxt olmaz. Biz vətən tarlasına, vətən zəmisinə heç vaxt başaq ardınca girməməliyik. Çünki vətən mövsüm deyil, onun sonu olmur. Görüşümüzdən dərhal sonra sizin hər birinizi və dövlət belə quruldu sənədi filminə baxmağa dəvət edirəm. Baxaq və bir də xatırlayaq, Azərbaycan dövləti necə quruldu? Salamat qalın.